Bugün sizinle bir videoda tam 5 fərqli resept paylaşıram. Mütləq kanalıma abunə olun, videolarımı izləyin, sizə də fikir olsun. Nə bişirim deyə fikirləşirsinizsə, bu videonu sona qədər izləyin. İlk öncə mərci şorbasının hazırlama qaydasını sizinlə paylaşıram. İnanın ki, dadı möhtəşəm olur. Çərək yağında soğanı qızartdım, daha sonra üzərinə çöç, kartof, tomat pastası, mərcini əlavə etdim. Bir diş də sarımsaq əlavə etmək olar. Qaynar suyu əlavə edib bişirirəm. Ən sonda blenderdən keçirdib üzərinə quru nanə əlavə etdim. Deyim ki, toz biber də əlavə etmək olur. Ən sonda mən servis edərkən üzərinə toz biber və təkrar quru nanə əlavə etdim. Dadı möhtəşəm olur. Mütləq bu qaydada hazırlayıb nuş edin. İndi keçək mərcimək köftəsinin hazırlanmasına. Bu gözəlliyə hər kəsdən bir bəyəni gözləyirəm. Videomu bəyənməyi, dəstək olmağı unutmayın. Keçək mərci köftəsinin hazırlanma qaydasına. Ölçüləri videonun altında qeyd etmişəm, oradan baxa bilərsiniz. Mərcinin üzərinə suyu əlavə edib qoyuram qaynamağa. Mərci bişib suyu azca qalanda üzərinə köftəli bulquru əlavə etdim. Daha sonra qapağını bağlayıb ocaqdan qoyuram bir kənarda. Baxın, 10 dəqiqə, 15 dəqiqə içində belə bir kıvam alır. Daha sonra bir soğanı bol zeytun yağında qızardıram. Üzərinə tomat pastası, biber pastası, duz, istiyor. Zövqə görə paprika da əlavə edirəm. Göyərti olaraq da cəfərdən istifadə etdim. Püf nöqtəsi qızlar, əllə 10-15 dəqiqə yoğurmaq lazımdır. Əsas yoğurmaq lazımdır ki, tam kıvamı tutsun. Artıq hazırdır. Gördüyünüz kimi möhtəşəm olur. Mütləq hazırlayın. Videomu sona qədər də izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əlavə qab kirləndirmədən bir tavada necə dadlı yemək hazırladım, gəlin onu da izləyək. Tavanı möhkəm qızdırıb çərək yağı əlavə edirəm. Hazırladığım kotletləri tavaya yığıram. Kotletə sadəcə soğan vurmuşam, qıyma, duz istiyor. Üzərinə kartof, soğan, biber, pomidor da əlavə edib duz istiyor vururam. Bir qaşıq tomat pastasını bir stəkan su ilə qarışdırıb üzərinə əlavə edib qapağı bağlı şəkildə bişirdim. Bu reseptimi də evdə hər kəs bəyəndi. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Qapağı bağlı şəkildə bişir, ən sonda üzərinə zövqə görə göyərti əlavə edirik. Görüntüsü qədər dadı da möhtəşəmdir. Mütləq hazırlayın, kanalıma abunə olub dəstək olmağı da unutmayın. İndi keçək çığırtmanın hazırlanmasına. Fərqli qaydada hazırlanan yeməklərdən biri də çığırtmadır. Bəzi zonalar çığırtmanı yumurtasız sadəcə soğança və toyuq əti ilə hazırlayır. Bəzi zonalarda pomidor, hətta göyərti vuranlar da var. Mən bu qaydada hazırlayıram. Biz tərəfdə çığırtma mütləq yumurta ilə olur. Toyuğu öncədən bişirmişdim. Azca bulyonundan da əlavə etdim. Ən sonda da yumurta vurdum. Bəs siz necə hazırlayırsınız? Fikirlərinizi yorumlarda gözləyirəm. Badımcan dolmasını hər zona fərqli hazırlayır. Biz buna badımcan dolması deyirik. 3 bacı dolması da deyilir. Mən öz hazırladığım qaydanı sizinlə paylaşıram. Badımcanı duzlu suda saxlayıb acı suyunu çıxartmışam. Duru yağda badımcan və biberləri qızardıram. Hər tərəfini yaxşıca qızartdıqdan sonra eyni tavada əti qızardıram. Əti biraz bişirdikdən sonra üzərinə kərə yağı və soğanı əlavə edirəm. Ərzaqların ölçüsünü videonun altında qeyd edəcəm. Ət tam bişdikdən sonra pomidorların içini və reyhan əlavə edib 2-3 dəqiqədə bişirdikdən sonra qazın üzərindən götürürəm. Tərəvəzlərin içini qıyma ilə doldurub üzərinə kərə yağı əlavə edirəm. Çox az da su əlavə edirəm ki, tərəvəzlərin suyu çıxana qədər tərəvəzlər qazana yapışmasın. Bu qaydada bişirirəm. Gördüyünüz kimi çox dadlı, möhtəşəm bir dolma alındı.